21 noyabr 2025-ci il. Havanın temperaturunun yüksek keçməsi arılarda yumurta qoymanı intensivləşdirir. Yəni dayanmır. Bu da demək olar ki 4 ramka gücündə olan arıdır. Belə bir qəfəsdən istifadə eləmək istəyirəm. Yəni hal-hazırda buradakı ana Karnika Bavariya damazlıq safdır. 2025-in damazlığıdır. Bu cür deməli qəfəsdir. 23 sm ramka ölçüsündə. Giriş bacası da yəni ananın girib çıxması üçün buradadır. Və onun şahdağın istehsalıdır. Buradan təşəkkürümü bildirirəm. Füzuli müəllimdən aldım. Deməli, ailəyə baxış keçirib. Bunu bayaq qoydum ki, biraz arının ətrini, necə deyirlər, yəni qarışsın. Ana ilə bağlı problem olmasın. Bu ramka açıq və qapalı balalıdır. Daha doğrusu ballıdır. Bu da yuxarısı möhürlü, aşağı və yan tərəfləri açıq ballı, ortası da qapalı və günlük yumurtada görsənir, larvada var və s. Ana arımız da buradadır. Bu İran qəfəsindən yayda istifadə olunubdur. Bu da qapalı və ballıdır. Bu tərəfi də həmçinin. Yəqin ki düşür. Havanın temperaturu bu dəqiqə 20 dərəcə rahat var. Bu ramkada açıq və qapalı, ballı, güləmli, arxası da əsasən güləmlidir. Hal-hazırda ən çox gəlir, Muşmulatdan gəlir. Yapon əzgili deyirlər. Deməli, bu ananı biz buradan götürürük. Qəfəsdə saxlab kəndən. Belə saxlab. Əlim biraz propolisdir deyə. Yəni yayda bir çox arıçılarımız qəfəslənmədən danışanda bəzi yoldaşlar bunu uyğun bilmədilər. Amma qəfəslənmədən qorxmaq lazım deyil. Bax, damazlığına bərəkət, bahalı anadır. Mənə heyfim gəlmir. Digər arılarda da qəfəslənmə gedib. Amma onlarda İran qəfəsi ilə eləmişəm. İnşallah bu da öz təsirini yaxşılıqla ötüşər və bu giriş çıxış olan hissə yeşiyin ön tərəfinə qoyulur. İki yumurtalı ramkanın arasına qoyuram.
İnşallah mütemadi olarak kontrol olunacaq ki, işçi arıların ananın yanına girib çıxması ilə bağlı. Yəqin ki, xəta olmaz. Hər kəsə xeyirli olsun inşallah. Diqqətinizə görə sağ olun. Və 21 noyabr 2025-ci il ana arı qəfəsə salınandan heç 5 dəqiqə sonra belə bir yoxlama keçirmək məqsədinə baxıram. Yəni işçi arılar kifayət qədər 5 dəqiqənin içində keçibdi. İnşallah xətasız, bəlasız, qəzasız bu işi yerinə yetirmiş olarıq. Azərbaycanda bu qəfəslənmə üzrə arıçılardan da daim məsləhətləri alırıq. Sağ olsunlar. Onlar da öz təcrübələrini bizlə bölüşür. Diqqətinizə görə sağ olun. Allah hamının gördüyü işdən xeyir versin, bərəkət versin. İnşallah içində də bizim. Sağ olun.